Salam millət, bugünkü dərsimizin mövzusu 30M Power of 3 yaxud da 4H Power of 3 praktika. Əslində 1-2 nümunə sizlər üçün hazırlamışam. Bunlara baxmağınızı istəyirəm. Baxmağınızı istəmə səbəbim ona görədir ki, əməliyyata girən zamanı nə şəkildə girmək lazımdır və yaxud nə formalaşmalıdır ki, əməliyyata girməlisiniz. İlkin bir mərhələ, basic bir mərhələsini göstərdim. Yəni artıq beyninizdə müəyyən bir məlumatlar formalaşmalıdır. Çünki artıq Power of 3-nin müəyyən səviyyəsini keçmişik. Artıq əməliyyat alanlar da var, Telegramda göndərənlər və yaxud da ki, özləri işləyənlər də var. Hələ ki, düzdür, mən heç birinizə məsləhət görmürəm ki, sırf burada fondan əməliyyat açasınız. Çünki dərslər tamamlanmayıb. Hələ ki, bundan sonra müəyyən Power of 3 dərsləri bitdikdən sonra əlavə dərslərə də başlayacağıq. O dərslər bitdikdən sonra özüm YouTube kanalında hər günün, böyük ehtimal ki, hər günün əməliyyatlarımı paylaşacağam. Bu əməliyyatı buna görə aldım və canlı əməliyyat, yəni sonrasını yox. Birbaşa əməliyyatı alan zamanı nələri gördüm, nələrə baxdım, bu şəkildə paylaşacağam. Amma dediyim kimi YouTube üzərində əsasən basic səviyyədə olacaq. Əlavə məlumatlar dəyərləndirmək istəsəz, internetdən araşdırıb tapa bilərsiniz. Burada sadəcə sıfır məlumat olan insanların Azərbaycan dilində rahat şəkildə öyrənməsi üçün, yəni bu kanalın məqsədi odur. Amma hər biriniz təbii ki, Azərbaycanda yaxud da xaricdə, yaxud da fərqli bir yerlərdə mentor dəstəyi ala bilərsiniz. Mən onun əleyhinə deyiləm. Mentor sadəcə sizi yəni A nöqtəsindən B nöqtəsinə daha sürətli aparacaq. Çünki sizin görə bilmədiyiniz yanlışları və yaxud da ki, onları düzəltmək üçün mentora ehtiyac var. Amma ümumi şəkildə həqiqətən maddi durumunuz ona imkan vermirsə, yaxud da özünüz araşdırmacı insansınızsa, o zaman mentora ehtiyac yoxdur. Buradan rahat şəkildə araşdırıb özünüz YouTube-da, yəni bütün dərslər onsuz da paylaşılacaq. Praktikasında Telegramda gəlib özünüzü orada inkişaf etdirə bilərsiniz. Tamam. Dediyim kimi, bugünkü dərsimizin mövzusu praktikadır. Baxın, əməliyyata girən zamanı, bizim ümumiyyətcə Power of 3-də əməliyyat olan zamanı, birinci olaraq marketin hərəkəti təyin olunmalıdır ki, tamam, bugün market hansı istiqamətdə hərəkət edəcək. Bunlar yavaş-yavaş öyrədiləcək. Drop on liquidity təyin olunmalıdır. Likvidlik alımları olmalıdır və yaxud da bu tipli mərhələ bitdikdən sonra dediyim kimi, bura basic səviyyə olacaq. Burada nə? Misal üçün görürük ki, 30M artıq şamı açılıb. Yəni, bu nə deməkdir? 30M şam ola bilər. Misal üçün, bundan əvvəlki dərsimizdə nə idi? Saat 3 şam ola bilər, 3:30 ola bilər, 4 ola bilər, yaxud da 9:30 ola bilər, 10 şam ola bilər, 11 ola bilər. Yəni, bunları artıq bilirsiniz, bilməlisiniz. Bu, sizə təyin olunmuş, yəni, daha doğrusu Power of 3 üçün təyin olunmuş zaman aralıqlarında hər hansı bir 30M Power of 3 artıq açılışı baş verdi. Baş verdiyi ərəfədə və yaxud da verdikdən sonra bizim biasımız təyin olunursa, drop on liquiditimiz hal-hazırda görürsünüz ki, qalxış yönü təyin olunub. Bizim artıq bütün hekayəmiz, ön yargımız nə olmalıdır? Qalxış yönlü əməliyyata girmək. Yəni, 30M şamı burada açılıb, düzdürmü, görürsünüz. Bunun aşağı hissəsində, manipulyasiya hissəsində mütləqdir ki, biz giriş axtarmalıyıq. Yəni, bütün əməliyyata giriş statisiyamız manipulyasiya ərəfəsində baş verəcək. Unutmayın, SMT də manipulyasiya ərəfəsində görünməlidir. Yəni, əvvəlki açılışdan əvvəl bizə lazım SMT deyil, açılışdan sonra, yəni manipulyasiya ərəfəsində yaranan SMT lazımdır. Deyirəm ki, burada bir qalxış yönündə SMT var, bunu biz diqqətə almayacağıq. Burada SMT formalaşmalıdır manipulyasiya ərəfəsində. Çünki entry edən zamanı SMT-siz mümkün deyil. Düzdür, dərslərdə buna toxunacaq təbii ki, amma hələ ki SMT-siz əməliyyat açmayın. Tamam. Akkumulyasiya hər dəfəsində bu qədər rahat görsənməyə bilər. Yəni, akkumulyasiya, manipulyasiya, distribution görsənməyə bilər təbii ki. Buna çox da ehtiyac yoxdur açığı. Açılışın burada, açılışın aşağısında manipulyasiya hərəkəti baş verir və burada SMT. SMT yarandıqdan sonra nə baş verib? Burada bir blok yaradıb. Yəni, yuxarı yönə qırılıb. IFVC ola bilər, blok ola bilər, orada blok ola bilər, dist ola bilər. Gəlin, buranda lop çəkək. Fərqi yoxdur. Yəni, bir nəsə burada sizin üçün blok yaranıb. Mən bloklardan istifadə edirəm açığı. FVC yaxud da IFVC çox istifadə edəmirəm. Yəni, dist yaxud da blok istifadə edirəm. Başqa heç bir giriş eləmirəm açığı. Amma siz təbii ki, istifadə edə bilərsiniz. Bu mənim seçimimdir. Buradan enter edərək marketi drop on liquidity qədər apara bilərik. Burada likvidlik alımı olsa çox gözəl ola bilər. Hər dəfə düzdür, bu qədər gözəl olmur. Burada likvidlik alımı olsa, yaxud da ki, market həmin ərəfədə SMT ilə FVC-yə üst-üstə düşsə, çox gözəl ola bilər. Bunlar həqiqətən bizim win reytimizi artıracaq bir şeylərdir. Amma hər dəfə market o qədər təmiz olmaya bilər. Ona görə bura sadəcə orta bir model çəkmişəm ki, yəni bu ola da bilər, olmaya da bilər. Hər dəfəsində FVC yaxud da ki, əlavə gözəl təsdiqlər
Yəni hər dəfə market verməyəcəksə, məlum məsələdir. Tamam. Gəlin burada bir nümunəyə baxaq. Deyəlim ki, burada bir nümunə var, yaxud da burada. Bunlar 3 dənə nümunə hazırlamışam, üçünə də baxacağıq. Burada bir nümunə var, yəni 3.30 şamı. Burada gördüyünüz kimi 3 şamı açılıb burada. Açılışın üzərindədir market. Yəni tam olaraq açılışın üzərinə çıxıb və burada biz giriş axtarırıq marketi düşüş yönlü. Hə, dediyim kimi, yəni bugünkü dərsin mövzusu sadəcə girişlərdir. Bias və yaxud da ki, o mövzular onsuz deyil. Sadəcə girişlər necə etmək olar. Bu da basic səviyyədə, yəni bunun irəli dərsləri gələcək, xəbəriniz olsun. Burada nə görürük? Bir SMT var, market. Aşağı yönlü bir SMT yaradıb. Burada 2 short yönlü. Burada Dow Jones'da da bir SMT var. Yəni istəyirsə orada baxaq. Aha, burada da market bir SMT yaradıb. Short yönlü. Yəni hər ikisində həm S-də, həm də burada marketin düşməsi üçün gözəl bir SMT var. Və burada artıq əməliyyata giriş. Baxın, nə deyirdik? Açılış harada baş verdi? Burada, düzdürmü? Tamam. 3.30 şamı açıldı. 3.30 şamı burada açıldı, düzdürmü? Bunun yuxarısında baş verməlidir. Əgər düşüş yönlü əməliyyat axtarırıqsa biz, açılışın bütün situasiya yuxarısına baş verməlidir. Yəni manipulyasiya ərəfəsində. Burada. SMT baş verdi, tamam. Bizim üçün əməliyyata giriş təsdiqlərdən biri. Amma SMT nə etməlidir? Blok yaratmalıdır, yaxud da giriş üçün bizə təsdiq yaratmalıdır. Burada nə yaradıb? Gördüyünüz kimi burada bir diz də deyə bilərik, yaxud da ki, buranı birbaşa, mən normalda bu qırılanda da birbaşa əməliyyata daxil oluram. Bu blokdan, birbaşa bu blokdan əməliyyata daxil ola bilərik. Bu qırılımdan. Stopara təyin edə bilərik, SMT yaradan haya. Hədəfimiz isə, yəni ən yaxın likvidlik zonası bura ola bilər. Burada məqsəd dediyim kimi sadəcə girişə necə daxil olmaq lazımdır, bunu göstərirəm. Baxın, market aşağı yönlü bir SMT yaratdı. Burada bir SMT də var. Burada əməliyyata giriş üçün blok yaratdı və buradan artıq marketə shortlaya bilərik. Bu cür əməliyyata daxil ola bilərik. Bu bir nümunə idi. Baxın, bura qədər tuta bilərik marketi. Normalda çox yüksək ehtimalla gəlib likvidliyi alır. Bunu unutmayın. Yəni buradan marketin qalxması, premium discount'u bilsəz, daha doğrusu bilirsiniz, market bəzən premium'a qalxıb oradan düşə bilər. Yaxud da power of tirlərdə çox zaman gəlir, entry'yə 1-2 dəfə təmas edir, yaxud da bir dəfə təmas edir. Çox zaman stop entry edə bilir. Məsəl üçün ən təpədən satış əmrləri yerinə yetirməmisinizsə, stop entry ola bilərsiniz. Amma əsas burada, yəni nəyə əsasən daxil oldu? Market açılışı baş verdi, yəni 3.30 şamı açılışı baş verdi. Burada gəlin bunu aktivləşdirim. Aha. 30M şamı açılışı baş verdi. Market yuxarı bir manipulyasiya elədi. Manipulyasiyada SMT verdi bizə giriş üçün təsdiq və oradan əməliyyata daxil oldu. Bu bir nümunəmizdir. Hansı şamı idi bu? 3.30. Mən əsasən, yəni öz tradelərimdə 10 şamından sonra edirəm. Onu da deyim. Yəni mən 3.30 və yaxud da bunlara çox baxmıram. 10 şamı ya 10.30 ya 11 şamı. Əsasən burada trade edirəm mən. Bütün tradelərimi ən çox bunların üzərində qurmuşam. Burada nə baş verir? 10 şamı açıldı, düzdürmü? Tamam. Gəlin buna diqqətlə baxaq. Açılışın düşdü market aşağı. Açılışın yuxarısında bir manipulyasiya ərəfəsində bir SMT yaratdı. Düzdürmü? Gəlin SMT-yə baxaq. Aha. Market high aldı. Burada isə almadı, düzdürmü? Yəni Nasdaq-da almadı, S-də isə aldı. Burada Dow Jones-da da SMT var idi. Aşağı yönlü bir SMT yaratdı. Harda? Açılışın üzərində. Biz nə demişdik? Üzərindədirsə manipulyasiya ərəfəsi, düzdürmü? Əgər düşüş yönlü əməliyyata girmək istəyiriksə, bizim ən yaxın likvidliyimiz buradır. Düşüş yönlü əməliyyata girəcəksə, drawdown likvidimiz buradır. Deməli, açılışın üzərində manipulyasiya etməlidir və manipulyasiya ərəfəsinə bizə SMT verməlidir. SMT ilə birlikdə də blok yaratmalıdır. Burada bir blok yaratdı, aşağı yönlü qırılma, yaxud da disk də deyə bilərsiniz. Buradan diskdən də daxil ola bilərsiniz. Bura bir limit təyin edib, stopumuzu SMT yaradan haya təyin edib, aşağı yönlü əməliyyat aça bilərik. Bu şəkildə. Aha. Burada əsas məqsəd, baxın, burada bizi əməliyyatı da aldı, diskdən sonra əməliyyatı aldı və market aşağı yönlü take profit verdi. Burada əsas məqsəd nədir? Market harda əməliyyata daxil olmaq lazımdır? Baxın, açılışın üzərində manipulyasiya, SMT, SMT-dən sonra blok və buradan artıq daxil oldu. Hədəfimizdə ən yaxın likvidlik. Buradan target 1, target 2 də apara bilərsiniz. Əgər drawdown likviditiniz daha uzaqdırsa, yaxud da standart deviyasiyanın -2, 2,5, -4 dərəcələrindən də istifadə edə bilərsiniz.
Keçsək bura. Burada da bir pozisiyadır. Burada yuxarı zaman dilimində də bir SMT var idi. Əlavə olaraq buranın yenə özərində bir SMT var 1M-də. Burada 10 şamı. Gəlin baxaq, 10 şamura düşür. Açılışı. Bax, burada market açılış elədi. Düzdürmü? Açılışımız buradadır. Açılışın üzərində, bax, düşüş yönünə əməliyyat alacaqsa biz, açılışın üzərində. Qalxış yönünə əməliyyat alacaqsa, açılışın aşağısında. Market açılışın yuxarısında manipulyasiya sərəfəsində. Burada bir SMT yaratdı, gördüyünüz kimi. SMT yaratdıqdan sonra biz nə edirik? Nə lazımdır bizə? Əməliyyata giriş üçün blok, yaxud FVC, yaxud da IFVC. Mən əsasən bloklardan istifadə edirəm. Bura bizim giriş üçün ideal bir pozisiyadır. Tamam, buradan artıq biz əməliyyata daxil ola bilərik. Hədəfimiz hardadır? Ən yaxın likvidliyi də təyin edə bilərsiniz. Stopumuz isə SMT yaradan hayda. Ən yaxın likvidlikləri də təyin edə bilərsiniz. Burada target 1, target 2 olaraq marketi apara bilərsiniz aşağı yöndə. Deyirəm ki, 8 aralıq əməliyyatdır. Buranı hədəfləyə bilərsiniz. Burada əsas məqsəd dediyim kimi, sadəcə girişləri necə təyin edirik, ona baxırıq. Bu şəkildə. Tamam. Bir dəqiqə bunu sərbəst buraxaq. Dediyim kimi, yəni power optilərdə bəzən belə şeylər olur. Market gəlir, stop enter eləyir və hədəfinə doğru gedir. Burada belə. Burada əsas məqsəd dediyim kimi, marketdə əməliyyata girən zamanı əsasən açılışdan sonra manipulyasiya sərəfəsində çox diqqətlə incələmək lazımdır. Çünki manipulyasiya sərəfəsində bizə lazım olacaq SMT, bizə lazım olacaq giriş blokları və yaxud da ki, indi gələcək zamanda Quarter Rotation keçdikdə orada əlavə şeylər lazım olacaq, amma bunlar hər biri bizim üçün əməliyyata girən zamanı bizim win rate-imizi artıracaq. Tamam. Burada dediyim kimi, yəni əməliyyata girişi gördük. Ümumi olaraq baxan zamanı çox sadə görsənir, amma əslində bu qədər təbii ki, sadə deyil, amma ümumi məntiq olaraq bu şəkildedir. Başqa suallarınız varsa yorumlarda yaza bilərsiniz. Hər biriniz Allah amanında bu dərsin daha da dərin şəkildə gələcək. Praktikasını çoxlu eləyəcəm ki, hər biriniz artıq Power of 3 gördükdə rahat ala biləsiniz. Sağ olun millət, hər biriniz Allah amanında.